Bugün sizə ürəyə birləşən damarlardan danışmaq istəyirəm. Hal-hazırda ürək kimi sizə təqdim edəcəyim yeganə vəsait budur və bunun üzərində danışmaq istəyirəm. Ürək boşluğuna toplam 8 ədəd damar birləşir. Bu damarlardan ikisi ürəkdən qanı çıxardan damarlardır. Ürəkdən çıxan damarlardan biri ürəyin sol mədəciyindən böyük qan dövranını başladan və özü ilə arterial qanı çıxaran sol aorta göğsüdür. Ürəkdən çıxan ikinci damar isə kiçik qan dövranını başladan və özü ilə venoz qanı çıxaran ağciyər kötüyüdür. Deməli, hər iki qan dövranı zamanı ürəkdən sadəcə bir ədəd damar çıxır. Ürəyə birləşən damarlardan 6 dənəsi isə vena damarıdır. Bu vena damarlarından biri böyük qan dövranını yekunlaşdıran yuxarı boş venadır, digəri isə aşağı boş venadır. Hər ikisi böyük qan dövranı zamanı venoz qanı ürəyin sağ qulaqcığına tökür. Ürəyə daxil olan digər 4 ədəd vena damarı isə kiçik qan dövranını yekunlaşdıran 4 ədəd ağciyər venasıdır. İkisi burada, ikisi burada qeyd olunmuşdur. Bu dediklərimizi ümumiləşdirsək, ürəyə birləşən damar sayı 8-dir. Böyük qan dövranını başladan damar sayı 1-dir. Böyük qan dövranını bitirən damar sayı 2-dir. Kiçik qan dövranını başladan damar sayı 1-dir. Kiçik qan dövranını bitirən damar sayı 4-dür. Ürəkdən arterial qanı çıxaran damar sayı 1-dir. Sol aorta göğsü. Ürəkdən venoz qanı çıxaran damar sayı 1-dir. Ağciyər kötüyü. Ürəyə venoz qanı gətirən damar sayı 2-dir. Yuxarı və aşağı boş vena. Ürəyə arterial qanı gətirən damar sayı 4. 4 ədəd ağciyər venası. Ürəyə birləşən damarlardan toplam 5 ədədi arterial qan daşıyır. 1 ədəd sol aorta göğsü, 4 ədəd ağciyər venası. Ürəyə birləşən damarlardan 3 ədədi venoz qan daşıyır. 1 ədəd ağciyər kötüyü, 2 ədəd boş vena, yuxarı və aşağı boş vena. İndi isə sizə bir sual. İnsanda böyük qan dövranı başlayarkən ürəkdə olan hansı qapaqlar açıq vəziyyətdə olar?